Təbii 17 il ərzində heç makyaj etmirsən. Siz səhvsiz mənimizə. Sən əvvəlcə bilməlisən ki, sənin dəri tipin nədir? Salam. Bugün birlikdə makyajımı silərkən gün başlayanda etdiyim səhvlərdən danışacağım. İlk öncə silər su ilə başlayacağım. Onu deyim ki, mən birinci kursda başlamışam makyaj etməyə və etdiyim birinci səhvlərdən biri yanlış tonda kanal krem seçməyim idi. Yəni öz cilt tonumdan 1-2 ton daha tünd rənglər seçirdim. Bu şəkillərdə baxıram, yəni boyun rənginlə üz rəngim arasında yəni fərqlər var. Və digər səhvlərdən biri də qara göz karandaşı idi. Dəhşətli şəkildə gözlərimi çox qaraldırdım. Elə buralar falan. Bizə çox da pis görünmürdü, amma mesela indi daha açıq tonlarda clean girl vibe deyək. Pudra. Birinci kursda demək olar ki, pudra istifadə etmirdim. Mənim çox yağlı idi. Evə gələndə görürdüm ki, makyaj üzümdə axıb. Yəni ikinci kursda da çox istifadə etməyə başladım. Yəni mən orta tapmamışam da, yəni. Məncə makyajda səhv etməyin əsas səbəblərindən biri də öz üzünü və öz dərini tanımamağından ibarətdir. Digər etdiyim səhvlərdən biri də blush'ı az istifadə etmək idi. İndi çox fazla ənlik istifadə edirəm. Allı körlü yaşayıram da, yəni. Bilirsiniz necə? Biraz ənlik mən düşünürəm ki, fresh, canlı bir görünüm yaradır. Üzünüzü misilyer su ilə təmizlədikdən sonra keçirik üzümə gelinə. Bitti mi sandınız? Bitmedi. Bitemez. Kimse bitiremez. Keçirik tonlara. İlk başlayanda demək olar ki, çox az makyaj edirdim. Təbii 17 il ərzində heç makyaj etmirsiniz, sonra birdən makyaj etməyə başlayırsınız və bilirsiniz nəyi necə edəsiniz və yaxud da ki, nədən istifadə edəsiniz. Hər şey təbii ki də makyaj etməkdən ibarət deyil və sonra gəlib bu makyajı silmək də var. Etdiyim bir səhvlərdən biri də makyajımı sadəcə nəm salfetka vasitəsilə silmək idi. Dərinizi məhv edirmişsiniz kimi bir şeydir. Yəni əslində sadəcə üzümə gelinə yuduqda və yaxud da ki, sadəcə misellər su ilə sildikdə dəridən makyaj təmizlənmir. Bəzi hissələrdə makyaj qırıntıları qalır və bu da sizdə sərgilərə, medonlara, qara nöqtələrə falan gətirib çıxarda bilər. Ona görə düzgün üz təmizləmə rutininiz olmalıdır. Demək istədiyim bunlar idi. Bilirəm ki, yəni bu səhvlər edən tək insan mən deyiləmdir. Yəni əgər siz də bu səhvlərdən etmisinizsə, vaxtilə və yaxud da ki, hal-hazırda etməyə davam edirsinizsə, bunu aşağıda qeyd etməyi unutmayın. Sağ olun.